Ay salam aleyküm. Gəlmək olarmı? Qonaq qəbul edirsinizmi? O bu boyda bir cahanı yaradı. Bu günləri maraqlı söhbətlərimiz var. Buyurun, hoş gəlmisiniz. Sağ olun. Yaradı. O bu boyda bir cahanı yaradı. Yeri göğü asimanı yaradı. Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar və Yalçın, xoş gəlmisən. Çox sevindim. Mənim illərimin dostu, bacım, mənim övladım da deyirəm ona, hərdən deyirəm, mənim böyük qızım. Sədaqət xanımın ocağındayıq. Xoş gəlmisən. Sədaqət xanım, əsas məsələ Firzə xanım necə rəfiqədir? İlk öncə sizin kollektivə, sizin özünüzə xoş gəldin deyirəm. Mən bu gün fəxr eləyirəm ki, Firzə xanımın bir dünya qədər dostu, qohumu, əqrəbəsi olan moment o məni seçdi. O mənim yanımda olmaq istədi. Mən bu gün fəxr eləyirəm. Ona görə də sizə təşəkkür eləyirəm ki, siz də əziyyət çəkib gəlmisiniz, mənim evimə xoş gəlmisiniz, ocağımıza xoş gəlmisiniz. Firuzə xanımla danışmaq biraz mənim üçün çətin olar, çünki mənə düşməz. İllərin sənətkarıdır. Baxmayaraq ki, mən özüm də Mədəniyyət və İncəsənət Universitetinin nəzdində humanitar kollecin müəllimiyəm, psixoloq, pedaqoq müəllimiyəm. Yəni sahəmiz, o da müəllimədir, o da pedaqoqdur, mən də pedaqoqam. Amma o musiqiçidir, mən auditoriyada dərs deyən müəllimiyəm. Firuzə xanım mənim aləmimdə, mən qadın olaraq danışıram, yəni rəfiqam olaraq danışmıram. Firuzə xanım insanların necə deyirləri 4x4. Firuzə xanım 4x4 bir insandır. Xanımlıq, sadəlik, mehribançılıq, bu insanda ego adında bir şey yoxdur. Çox sadədir. Hərdən biz özümüz də deyirik, ay bacı, biraz yığış da. O mənim canımdır, böyük bacımdır. Ondan çox şeyləri biz öyrənirik. Bir də görsən, darıxıram, zəng vururam, bacı, nə edirsən? Ay qız, nə edirsən? Dur, gəl bizə. Gedirik, pişiririk, düşürürük, yeyirik, içirik. Bir də gördünüz, getdik şəhər kənarına çıxdıq. Bir də gördünüz, getdik, haradasa oturduq, çörək yedik. Biz bir-birimizdən həzz alırıq. Tamaşaçılarımıza da bildirmək istəyirəm ki, mərhum müğənni İlhamə Quliyeva Tükəzban xanımın doğması idi. Tükəzban İsmailova mənim atamın bibisi qızıdır. İlhamə xanım da onun qızıdır. Biz İlhamə xanımdan bibi nəvəsi, dayı nəvəsiyik. Məsələn, illər olub, indi siz görməmsiniz, görənlər olub. Mən efirdə görsənməyi sevən insan deyiləm. Ona görə İlhamə xanımla bizim çox yaxın münasibətimiz olub. Çox gözəl insan idi o, çox gözəl. Allah ona qəni-qəni rəhmət eləsin. O biraz da yaşasaydı daha gözəl günlər olardı. Bax, görürsünüz, yoxluğu hiss olunur. Vallahi qohumlar içində də hiss olunur. Sənətkarlar içində də hiss olunur. Ən yaxın dostu, sirdaşı da Firuzə xanım idi. Firuzə xanım bugünkü günə qədər onun haqqında bir adam icazə vermir ki, bir kəlmə. Amma İlhamə Quliyevanın da mal mülkü daha çox müzakirə olundu. Bilirsiniz necədir? İlhamə xanım haqq dünyadadır. Bugün heç kim deyə bilməz ki, o nə fikirləşirdi. Amma mən şəxsən, mənə ilə onun bəzi söhbətləri olmuşdu ikilikdə. O mənim yanımda şəxsən demişdi ki, mən fonda verəcəm. Bax, mənim bir evladım var. Bir evladımın canına qulağımın şahidiyəm. Bir dənə onun səhvi nə oldu ki, o inanmırdı belə tez ölər. Yəni o imkan vermədi ki, o kağızı alıb qoysun notariusa. Amma onun fikri fonda vermək idi. Yenə də yad adamlara qismət olmayıb, Allah hamısının xeyrini versin. Yəni bacılarına qismət oldu, əzizlərinə qismət oldu. Uşaqlıqdan Firzə xanımı tanıyıram, amma rəfiqə bir başqadır, illərlə tanımaq bir başqadır. Maraqlıdır, Firzə xanımın çatışmayan xüsusiyyəti hansıdır? Çox sadədir, çox inanandır, hamıya özü kimi yanaşır. Bir gün onun, məsələn, həyatda şükür Allaha, Ceyran kimi gözəl balası, nəvəsi, məsələn, onun nəvəsi mənə bibi deyir, savadlı balaları var, gözəl nəsli kökü var. Firzə xanım, mənim üçün maraqlıdır. Firzə İbadova rəfiqələr tərəfindən ümumiyyətlə bəxti gətirilmiş insandır, yoxsa elə insanlar var ki, hər zaman deyirlər ki, mən dost baxımından yarımadım. Ümumiyyətlə, mən çox xoşbəxtəm. Dost barəsində də Azərbaycan xalqının sevgisi ilə o qədər mən əhatə olunmuşam ki, mənim digər fikirlər beynimə gəlmir. Mən Sədaqət xanım gilə gələnə qədər nə qədər insan keçir,
hamısı mənimlə görüşür. Mən onları çox sevirəm. Qucaqlayıb bağrıma basıram, övladım kimi, bacım kimi. Yəni bu sevgi məndə o qədərdir ki, və mənim ətrafımda olan xanımlar hamısı mənim doğmamdır. Bəs sənət cəmiyyəsindən kimlə sıx yaxınsınız? Yəni bir bacı qədər, Sədaqət xanım qədər yaxın olduğunuz sənət cəmiyyəsindən kim var? Məşhurlardan. Var Nasbəri xanım, Gülyana Gülyaz, Aygün Bayramova, Almaz Orucova, Nəzakət Teymurova, sonra Nuriyə xanım, Hüseynova, sonra Aygün Kazımova, Röya, Aybəniz Haşimova, o mənim də Aybəniz Haşimova mənim elə övladım kimi mənimlə böyüdü. Demək olar ki, Azərbaycanda, Bakı şəhərində, sonra yəni xanımlardan gedir də söhbət. Elə bəylərdən də var. Məsəl üçün hamısı ilə dostam. Hamısı mənə yaxındır. Hamısını çox sevirəm. Teymur Əmrah, yəni elə vaxt olur ki, bir ay zəng eləməsə də, bir ay, bir gündən bir zəng eləyir ki, mama necəsən? Mənim üçün, yəni bunlar mənim əzizlərimdir, mənim övladlarımdır. O zaman bu günləri Teymur Əmraha zəng eləyərik. Mütləq, mənim əzizimdir o. Ona demişəm, bizə gəlməmişdən bir gün öncə mənə de ki, mən onun sevdiyi yeməkləri hazırlayım. Sədaqət xanımdan da xahiş eləyərəm, kömək eləyər mənə. Əziz tamaşaçılar, mən istərdim bu məqamda verilişimizin sponsoru haqqında sizə məlumat verim. Verilişimizin sponsoru Elif Electronics'dir. Bugünə qədər bir çox məşhurlarımız Elif Electronics'dən məhsullar sifariş veriblər, Elif Electronics'də təşrif buyurublar. Hazırda Elif Electronics'də endirimlər davam edir. Siz də gedin, o endirimlərdən yararlanın. Çox keyfiyyətli məhsullardır, Türkiyə istehsalıdır. Bugünə qədər heç kimsə Elif Electronics'dən narazı qalmayıb. Çünki həqiqətən keyfiyyətlidir. Mənim özüm də evdə yalnız və yalnız Elif Electronics'in məişət əşyalarından istifadə edirəm. Siz də gedin, Elif Electronics'dən alın, razı qalın. Elif Electronics bu sahədə özünə rəqib tanımır. Verilişimizin yeni sponsoru isə Boran Lunch'dır. Boran Lunch Xırdalanda yerləşir. Bu yaxınlarda bir çox məşhurlarımız Boran Lunch'ın açılışında iştirak elədilər. Elə mənim özüm də oradaydım. Həqiqətən yeməkləri çox dadlıdır. Boran Lunch'da özəl günlərinizi qeyd edə bilərsiniz. Ad günlərinizi, nişanları, bir çox il məclislərini orada keçirə bilərsiniz. Qiymətləri də çox münasibdir. Ən əsası da yeməkləri çox dadlıdır. Siz də gedin, elə Boran Lunch'da yeməklərin, təamların dadına baxın, görün necə dadlıdır. Boran Lunch 2 qat gücü ilə Xırdalanda öz xidmətindədir. Siz də gedin, razı qalın. Şənbə axşamı gəldisə, demək yenə də Yalçın Uğur şou gündəmini yazacaq. Bu açıqlama show biznesə bir bomba kimi düşəcək. Buyursun. Yenə də ilklər. Firuzə İbadova ilk dəfə bir gün verilişində son qoyacaq. Teleməkanda bu söhbətlər heç vaxt olmayıb və olmayacaq da. Bu ilk dəfə və son dəfə deyirəm. Açılan sirlər. Vəfat etməmişdən bir ay öncə Nüşabə Ələsgərlidən özəl açıqlama. boşandıq evini mən almışam. Həssas və kövrək anlar. Nə kövrəti Fatimə sənin? Çəkiliş zamanı Fatimə Fətəliyeva kövrəldi. Niyə kövrəldim? Çünki bir də xatırlatmaq istəyirəm əziz tamaşaçılar. Mən 1954-cü il fevralın 18-də Bakı şəhərində Sovetski deyilən möhtəşəm bir yerdə anadan olmuşam. Yaşın gizlətmir ha bax. Yaşımı heç vaxt gizlətmirəm. Yaşımla fəxr edirəm. Çünki Azərbaycan xanımları çox gözəldir. Həm də bəyləri. Neçə yaşınızda ailə həyatını qurdunuz?
ailə həyatı nə vaxt qurdum? Mən bütün nəslimdə olan xanımları, bəyləri evləndirəndən, ərə verəndən sonra nəhayət ki, özümə vaxt çatanda 29-30 yaşında 30 yaşında deyərdim, ailə qurdum. 32 yaşında da qızım dünyaya gəldi, evladım. Sevib ailə həyatı qurdunuz Firuzə xanım yoxsa? Əlbəttə. Əlbəttə. Yəni, bilirsiniz necədir? Mən o qədər yorğun idim ki, yəni o yük, ailə yükü daim mənim çiyinlərimdə olduğu üçün. Yəni, bəlkə də mən o sevgini o qədər də başa düşmədim, amma anladım ki, artıq mənə həyat qurmaq lazımdır. Artıq mən də qismət varsa ana olmalıyam. Yəni, fikrimdə ancaq o idi. Sevib ailə həyatı qurmaq insana sonuna qədər xoşbəxtçilik gətirirmi? Yox, o artıq bilirsiniz necə olur oğlum. Sevib ailə qurub, o ailə puç olur da, dağılan da var. Sevməyib ailə qurub, xoşbəxt olan da var. O baxır ailədə 2 nəfərin, qadın və kişinin münasibətinə və onlar o divarı, o sütunu necə dözüb saxlayırlarsa ağırlığına, o daimi olur. Amma sizdə necə oldu? Siz də xoşbəxt ola bildinizmi sona qədər? Mən ola bilmədim. Yəqin ki, qismət belədir. O qərarı da mən özüm verdim. O qərarı mən verdim. Ki, mən özüm evladımı tək böyüdəcəyəm və mənim ona iqtidarım çatır. Mən çox güclü qadınam. Ayrılığa səbəb xəyanət idi, yoxsa? Əsla, əsla. Əsla. Mən elə bir insan deyiləm ki, mənə xəyanət ola. Əsla. Yəni, o bir qismət idi mənim öz istəyimlə olan bir qismət ki... Bir çoxları ayrılandan sonra övladların ataları ilə görüşməyə qoymurdular. Firuzə xanım belə bir şey elədimi övladına? Əsla, əsla. O böyük günahdır. Yəni, hər bir övladın ixtiyarı var, anasını da görsün, atasını da görsün. Yəni, o bir qismətdir. Həyatda qismətlər çox müxtəlifdir. Çox. Mən bircə verilişdə danışmışdım bu haqda və söz vermişdim ki, heç bir zaman ailə söhbətinə qoşulmayın. Bilirsiniz nə üçün? Ailə söhbətinə o insan qoşula bilər ki, onun ailəsi var və o ailə bütövdür, xoşbəxtdir. Əgər bunlar insanda yoxdursa, yəni ailə haqqında danışmağa ixtiyar yoxdur. İllərdir, maşallah olsun, illərdir gözəlliyinizi qoruyub saxlamışsınız və zamanında da Firuzə xanımdan ailə həyatı qurmaq istəyən bir çox bəylər olub. Niyə Firuzə xanım ikinci dəfə ailə həyatı qurmadı illər öncə? Axı, mən qadınam. Axı, mənim başımda örpək var. Mənim övladım var. Mən övladımı başqa sevgi ilə heç vaxt paylaşmaram. Və paylaşmadım. Və paylaşmıram. Mən ancaq özümü, bilirsiniz necə hiss edirəm? Yəni, tək olan zamandan. Yəni, mən insanam, mən bəndəyəm, tək qadın deyiləm. Mənim daxilimdə həm qadın var, həm kişi var, həm ata var, həm ana var. Artıq nənə var, bildiniz, həm də baba var. Mən özümü o qədər mükəmməl hiss edirəm ki, bu hisslərin içində. Mənim övladımın çox gözəl, elə bir övladı var ki,